Salam əziz şagirdlər, indi sizə bir neçə sürət məsələsinin izahını verəcəm. Birinci məsələdən başlayıram. A məntəqəsindən 30 km/saat sürətlə qatar yola düşdü. 2 saatdan sonra həmin stansiyadan eyni istiqamətdə 40 km/saat sürətlə digər qatar yola düşdü. O birinciyə neçə saatdan sonra çatar? Bu cür məsələlərdə mən məsləhət görürəm ki, siz cədvəl qurmaqla məsələ həllini tətbiq edəsiniz. Bura indi bir cədvəl quracağıq. Deməli, cədvəlimizdə belə bir cədvəlimiz olacaq. Burada zamanı və hər zaman üzrə qatarların getdiyi yolu göstərəcəyik. Deməli, birinci bura zaman qeyd eləyək. Zaman, birinci qatar, bu da ikinci qatar olsun. Birinci qatarın getdiyi yolu müəyyən eləmək üçün birinci saatdan başlayırıq. Birinci saatda birinci qatar 30 km yol gedib. İkinci qatar isə hələ yola çıxmadığı üçün 0 km. İkinci saatda birinci qatar 60 km yol gedib. İkinci qatar isə hələ yola çıxmadığı üçün 0 km-dədir. Üçüncü saatda birinci qatar 90 km yol gedib. Və 2 saatdan sonra həmin stansiyadan eyni istiqamətdə 40 km/saat sürətlə digər qatar yola düşdüyünə görə və 2 saatdan sonra 3-cü saat olduğuna görə, deməli, ikinci qatarımız da yola çıxıb. Yəni 1 saat artıq yolda olub və 40 km yol gedib. 4-cü saatda birinci qatarımız 120 km yol gedib. İkinci qatarımız 80 km yol gedib. Yəni birinci qatarı 30-30 artıra gedirik. İkinci qatarda 40-40 artırırıq. 40 km 40 km artırırıq. 5-ci saatda birinci qatar 150, ikinci qatar 120 km yol gedib. 6-cı saatda birinci qatar 180, ikinci qatar isə deməli 160 km yol gedib. 7-ci saatda birinci qatar 210, ikinci qatar 200 km yol gedib. Və 8-ci saatda birinci qatar 240, ikinci qatarda 240 km yol gedib. Nə zaman ki, eyni rəqəmi aldıq, onda dayanırıq. Çünki o zaman bir-birinə çatmış olurlar qatarlar. Və bizdən soruşur ki, o birinciyə neçə saatdan sonra çatar. İkinci qatarın 3-cü saatdan yola düşdüyünü nəzərə alaraq, buradan başlayırıq saymağa. 1, 2, 3, 4, 5, 6. Cavab 6 saatdan sonra çatar. Keçirik növbəti məsələmizə. Növbəti məsələmiz budur. Deməli, eyni məntəqədən, eyni istiqamətdə, eyni vaxtda xizəklə 2 uşaq sürüşməyə başladı. Birincinin sürəti 8 metr/saniyə, ikincinin sürəti 6 metr/saniyə olarsa, birinci uşaq ikincini nə qədər vaxtdan sonra 50 metr geridə qoyar? Nəzərə alaq ki, uşaqlar, əvvəlcə 1 saniyədə bir uşaq digərini neçə metr geridə qoyur, onu tapmalıyıq. Bunu tapmaq üçün də 8-dən 6-nı çıxmalıyıq. Cavab eləyir 2. Deməli, hər saniyədə birinci uşaq ikinci uşağı 2 metr geridə qoyursa, onda 50 metr geridə qoymaq üçün 50 bölünsün 2 bərabərdir 25 saniyə yol getməlidirlər. Cavab 25 saniyə olmalıdır. Keçirik növbəti məsələmizə. Növbəti məsələmizdə deyilir ki, A məntəqəsindən avtobus A-dan 18 km məsafədə olan B məntəqəsindən piyada eyni vaxtda və eyni istiqamətdə yola çıxdı. Piyadanın sürəti 4 km/saatdır. Avtobus 15 dəqiqədən sonra piyadaya çatırsa, avtobusun sürətini tapın. Uşaqlar, belə çıxır ki, piyada 15 dəqiqə yolda olub. Ancaq piyadanın sürətini dəqiqə metrlə yox, kilometr saatla veriblər. Ona görə də biz müəyyən eləməliyik ki, 15 dəqiqə 1 saatın hansı hissəsidir? Yəni 60-da 15 hissəsidir. Bunu da bilirsiniz, kəsirlərin ixtisarını keçmişik. Bu hansı hissə deməkdir, onu tapmaqdan ötürü deməli, biz bunu bölə bilərik neçəyə? 5-ə də ixtisar gedir. Elə 15-in özünə də gedir. Əvvəlcə 5-ə ixtisar eləyək, sizə qaranlıq olmasın. Burada qalacaq 12-də 3 və yenidən 3-ə ixtisar eləyirik. O da eləyir 4-də 1.
Deməli, cavab odur ki, 15-60-ın 4də 1 hissəsidir. Onda 4 kilometrin də 4də 1-ini 15 dəqiqəyə getmiş olur. Bunu başqa yola necə izah eləmək olar? Yəni, 60 bilirsiniz ki, 1 saat 60 dəqiqədir. 60-ın içində 15 4 dəfədir. 60-ı 15-ə bölürəm. 4 dəfə 5-in 20, 4, 2 də yadda 6, yəni cavab 4-dür. Deməli, 15-60-ın 4də 1-idir. Və bizim də 4 kilometrimiz varsa, 4də 1-i də 1 kilometr edəcək. Deməli, bizim piyadamız 15 dəqiqəyə 1 kilometr yol gedir. İndi bu A məntəqəsi buranı götürsək, piyadamız B məntəqəsindən yola çıxıb, A-dan B-yə 18 kilometrdir. 15 dəqiqə yol gedən piyada əlavə 1 kilometrdə yol gedib. O zaman A-dan yola çıxan avtobus piyadaya çatanda 18 üstə gələk 1, 19 kilometr yol getmiş olacaq. Cavab 19 kilometrdir. Keçirik növbəti məsələmizə. 20 km/saat sürətlə teplaxod yola düşdü. 2 saatdan sonra həmin məntəqədən, həmin istiqamətdə digər teplaxod yola düşdü və 10 saatdan sonra birinciyə çatdı. İkinci teplaxodun sürətini tapın. Uşaqlar, birinci teplaxod 20 km/saat sürətlə yola düşüb və əvvəlcə 2 saat, sonra isə əlavə 10 saat yolda olub. 2 saatdan sonra da əlavə 10 saatda digəri ona çatana qədər gedib. Yəni, ümumilikdə 12 saat yolda olub. Teplaxodun getdiyi ümumi yolu tapmaq üçün 12-ni 20-yə vurmaq lazımdır. Eləyir 240 kilometr. Deməli, yolun uzunluğu 240 kilometrdir. İndi 240 kilometr yolu ikinci teplaxod 10 saata gedibsə, ikinci teplaxodun sürətini tapmaq üçün 3 bucağımızı yadımıza salaq. Necə idi? Gedilən yol 240 kilometr. Sürət, zaman 10 saat. Sürəti tapmaq üçün nə etmək lazımdır? 240-ı 10-a bölürük. Sıfırları atırıq. Cavab qalır 24 kilometr. Cavab 24 kilometr olacaq. Keçirik növbəti məsələmizə. Növbəti məsələmizdə deyilir ki, kənddən şəhərə 4 km/saat sürətlə piyada çıxdı. 2 saat sonra onun arxasınca həmin kənddən, həmin istiqamətdə sürəti 8 km/saat olan atlı çıxdı. Kənddən nə qədər məsafədə o piyadaya çatar? Yenə də bu məsələdə cədvəl qurmaqla məsələ həlli sizə daha rahat olar, daha asan olar, anlaşıqlı olar. Ona görə cədvəli qururam. Bizim əlimizdə nə var? Hansı məlumatlar var? Piyada və atlı. Deməli, piyadanın sürəti, kənddən şəhərə piyadanın sürəti 4 km/saatdır. Atlının sürəti 8 km/saatdır. Birinci saat piyada yolda olur, ancaq atlı hələ yola çıxmayıb. İkinci saat piyada 8 km yolda olur. Atlı yenə də yolda deyil, hələ çıxmayıb. Çünki atlı 2 saatdan sonra, yəni 3-cü saatda yola çıxır. Bu zaman piyadanın sürəti, getdiyi yol 12 km, atlının getdiyi yol 8 km-dir. Çünki atlının sürəti 8 km/saatdır. 4-cü saatda piyadanın getdiyi yol 12-nin üzərinə 4 gəlirik 16 km. Atlının getdiyi yol 8 üstə gələk 8, 16 km-dir. Deməli, kənddən hansı məsafədə bunlar bir-biri ilə görüşdü? 16 km məsafədə. Kənddən nə qədər məsafədə deyir görüşər? Sualımız belə olduğuna görə nə vaxt piyadaya çatar? Kənddən 16 km məsafədə piyadaya çatar. Keçirik növbəti məsələmizə. Növbəti məsələmiz budur. 36-cı məsələ. Sürətləri eyni olan iki avtomobilin birincisi 6 saat, ikincisi isə 4 saat yol getdi. Birinci avtomobilin getdiyi yol ikincinin getdiyi yoldan 160 km çoxdursa, hər avtomobil nə qədər yol getmişdir? Əvvəla, vaxt baxımından da birinci avtomobil ikinci avtomobildən çox gedib. Yəni 6-dan 4-ü çıxırıq və tapırıq ki, birinci avtomobil nə qədər artıq yol gedib? 2 saat artıq yol gedib. Və həmin getdiyi yol 160 kilometrə bərabərdir. Yəni 2 saata 160 kilometr yol gedib. Bunun üçün də nə edirik? 160-ı bölürük 2-yə. Tapırıq birinci avtomobilin sürətini. Yəni 80 km saatda yol gedə bilir bu avtomobil. 80 km saat.
Nəzərə alaq ki, burada məsələdə deyir ki, sürətləri eyni olan iki avtomobildən söhbət gedir. Deməli, ikinci avtomobilin də sürəti 80 km/saatdır. Bunu müəyyən etdikdən sonra hər avtomobilin ayrı-ayrı sürətini, getdiyi yolu tapmaq üçün birinci avtomobilin getdiyi yolu, yəni 6 saatı vurmalıyıq 80-ə, onun sürətinə. 6-8-in 48, 480 km birinci avtomobil gedib. İkinci avtomobilin getdiyi yolu isə 4 saatı yenə vururuq 80-ə, çünki ikisinin də sürəti eyni olduğuna görə. 4-8-in 32 yanına da 0 qoyuruq. 320 km ümumilikdə. Ayrı-ayrılıqda bunlar 321-i, 480-də biri yol gedib. Keçirik növbəti məsələmizə, 37-ci məsələyə. Velosipedçi qəsəbədən şəhərə 80 km uzunluqlu yolla gedib, uzunluğu 120 km olan digər yolla qayıtdı. Velosipedçi geri qayıtmağa 2 saat çox vaxt sərf etmişsə, o gedib qayıtmağa nə qədər vaxt sərf etmişdir? Uşaqlar, 80 km getdiyi yolu əlavə 120 km, əlavə 40 km artıq yolla qayıdıb. Yəni, bunu harada müəyyən edirik? 80-dən çıxırıq, 120-dən çıxırıq, üzr istəyirəm, 80-i bərabərdir 40. Deməli, bu 40 km artıq yol gedib və buna da neçə saat vaxt sərf edib? 2 saat. 40 km 2 saata gedən velosipedçi 1 saata nə qədər getdiyini tapmaq üçün 40-ı bölürük 2-yə. Tapırıq ki, saatda 20 km sürətlə hərəkət edir bu velosipedçi. Əgər bu velosipedçi saatda 20 km sürətlə hərəkət edirsə, bizə verilən sualı tapmaq üçün nə etməliyik? O gedib qayıtmağa nə qədər vaxt sərf etdiyini tapmaq üçün gedib qayıtdığı yolu cəmləyirik. Yəni 120 üstə gələk 80 bərabərdir 200 km yol gedib və bunu saatda 20 km getməklə qət edib. O zaman neçə saat vaxt sərf etdiyini tapmaq üçün də 200-ü böləcəyik 20-yə. Bayaq tapdıq ki, velosipedçinin sürəti 20 km/saatdır. Bu da eləyir 10 saat vaxt sərf etmiş olur. Növbəti məsələmizə keçirik. 38-ci məsələ. Təyyarə birinci gün 3 saat, ikinci gün 5 saat olmaqla 2 gündə cəmi 4200 km uçdu. Təyyarə hər gün ayrılıqda neçə kilometr uçdu? Söhbət eyni təyyarədən getdiyinə görə ümumilikdə neçə saat uçubsa, biz onu verilən deməli, kilometrə bölməklə təyyarənin sürətini müəyyən eləməliyik. Yəni 3-ün üzərinə 5 gəlirik, eləyir 8. 4200-ü bölürük 8-ə. 40 olacaq 5 dəfə, 20 olacaq 2 dəfə və 40 olacaq yenə 5 dəfə. Cavab olacaq 525. Deməli, təyyarənin sürəti saatda 525 kilometrdir. Bu təyyarənin sürətini müəyyən elədik. İndi qayıdıram suala. Təyyarə hər gün ayrılıqda neçə kilometr uçdu? Birinci gün nə qədər uçmuşdu uşaqlar? 3 saat. Deməli, 525-i 3'e vursam birinci gün getdiyi yolu taparam. 15 bir yadda, 6 bir də yadda 7, bu da 15. Birinci günü uçubdu 1575 kilometr bu uzunluqdur, məsafədir. Sonra isə ikinci gün isə 5 saat uçmuşdur. Bu zaman 525'i vuracağım 5'e. 5 5'in 25 2 yadda. 10, 2 yadda 12, 1 yadda 25, 1 yadda 26. Cavab 2625 kilometr. Deməli, burada bizə 2 cavab lazımdır. Birinci gün 1575 kilometr. İkinci gün 2625 kilometr. Davam edirik 39-cu məsələ ilə. Deməli, səyyah şənbə günü 5 saat, bazar günü 7 saat olmaqla 2 gündə 72 kilometr yol getdi. Səyyah şənbə və bazar günləri aralıqda neçə kilometr yol getdi? Səyyah kimə deyirdik? Əvvəlcə onu xatırlayaq. Söz boğçasından da keçmişdik. Səyyah gəzinti üçün çıxan, dünyanı gəzən və yaxud da bir yerdən başqa yerə səyahət edən şəxsə deyilir. Deməli, burada 5 saat və 7 saat olmaqla cəmi 12 saat yolda olub və bu 12 saata 72 kilometr yol getdiyi üçün səyyahın sürətini tapmaq üçün 72-ni bölürük 12'ye. Bu da eləyəcək 6 kilometr saat. Yəni 6. 2 dəfə 6'nın 12 bir yadda, 6 bir də yadda 7. Burada cavab qalır 0. Deməli, səyyahın sürəti 6 kilometr saatdır. Yəni saatda 6 kilometr gedir səyyah. İndi bizdən ayrı-ayrılıqda soruşduğu üçün şənbə gününü tapmaq üçün şənbə günü 5 saat getdiyini nəzərə alaraq 5'i vururuq 6'ya.
eləyir 30 kilometr yol. Bazar günü 7 saat getdiyi üçün 7-ni vururuq 6-ya. O da eləyir 6 7-nin 42 kilometr yol. Deməli, səyyah bazar günü 30 kilometr, üzr istəyirəm, şənbə günü 30 kilometr, bazar günü 42 kilometr yol getmişdir. Növbəti məsələyə keçid alıram. Məsələ 40, sonuncu məsələmizdir. Velosipedçi 40 kilometr yolu 16 kilometr saat sürətlə getdi. Bu qədər vaxtda sürəti 56 kilometr saat olan motosikletçi nə qədər yol gedər? Əvvəlcə velosipedçinin getdiyi yolu onun sürətinə bölməklə velosipedçinin neçə saat yolda olduğunu müəyyən edirik. Deməli, 48 kilometr yolu 16 kilometr saat sürətlə gedibsə, bölürük 16-ya, eləyəcək 3 dəfə, yəni 3 saat. Bir yadda, bu da 4, cavab 0. Deməli, velosipedçi 3 saat yolda olub. Bu müddətdə 56 kilometr saat sürətlə gedən motosikletçi nə qədər yol gedər? Bunu tapmaq üçün də 56-nı vururuq 3-ə. Bir yadda, bu da 168 kilometr edir. Uğurlar sizə uşaqlar, öz yazdıqlarınızdan mənim izahımı uyğunlaşdırın. Səhvlərinizə yenidən baxın. Hər birinizə uğurlar arzulayıram.